ekokardioqrafia, laboratoriya müayinələrini, eyni vaxtda döş qəfəsində bir dəfə də yaralarını gözdən keçirdirik. Orada normaldırsa bu xəstələrin yəni ki, hamısı normal həyatına qayıda bilər. Normal gündə nə işlər görülürsə, o işləri görürlər. Yəni ki, iş həyatına da problemsiz qayıdırlar. Artıq bir ay sonra əməliyyatdan bir ay sonra tam normal həyatlarına qayıda bilirlər. Bəs həyat tərzində hansı dəyişikliklər etməlidirlər? Həyat tərzində bu da ətraflı mövzudur. Çünki bizə artıq gələn xəstələr, bunlar çoxsu bir çox yanaşı xəstəliklər var. Yəni ki, bu xəstələr yaş keçir, bunlarda bir çoxunda şəkər xəstəliyi var. Yəni ki, qan təzyiqi yüksək olur, xolesterin yüksək olur. Bir çoxu yəni ki, atipoz xəstələrdir və nikotin tükənmir. Bu kimi şərtlər çoxsunda var. Əlbəttə, bu şərtlərin